Təsəvvür elə ki, iki bitki sulayırsan, amma inanırsan ki, onlardan biri daha yaxşı boy atacaq, daha yaxşı böyüyəcək. Belə bir gözləntin olduğuna görə, bax burası çox vacibdir. Özün də bilmədən həmin bitkini bəlkə daha yaxşı sulayırsan, bəlkə daha çox günəş alan yerə qoyursan, yəni daha çox qeydinə qalırsan və həqiqətən də o bitki daha çox böyüməyə, daha çox çiçək açmağa başlayır. Bu ona görə baş vermədi ki, o bitki həqiqətən də çox yaxşı idi və sən düz bilmişdin. Yox. Bu ona görə baş verdi ki, sən o bitki haqqında özün də bilmədən belə bir gözləntiyə sahib olub onun daha yaxşı qeydinə qalmışdın. Əgər sən özün haqqında düşünürsənsə ki, mən onsuz da aşağı qiymət alacağam, bilirsən nə edirsən? Özün də bilmədən imtahanda həqiqətən aşağı qiymət alacağın bir vəziyyətə gətirirsən özünü. Məsələn, ertələyirsən və yaxud da kifayət qədər dərindən oxumursan, bunu başqalarına qarşı da yaşaya bilərsən. Bax, bu yerlər həqiqətən çox önəmli yerlərdir. Bu səbəbdən özün və başqaları haqqında olan bu gözləntilərindən xəbərdar ol. Çünki gözlənti deyirik də, bir gün özün də bilmədən gerçəyə döndərə bilirsən.